insanın niyyətləri, istəkləri gizlidir. Bəzən insan bilir nəyi gizlədir içində. Bəzən isə özü də özündən xəbərsiz olur. Bilmir ki, içində nələr gizlədib öz-özündən. Bəzi şeylərin gizli qalması pis şey deyil. Bəzi şeylər elə gizli qalmalıdır. Məsələn, kiminsə eybindən xəbərdar olmuşsan, kiminsə bir pis işindən, eybindən, nöqsanından xəbərdar olmuşsansa, onu gizlətməlisən. Açıb demək olmaz. Hədisdə var, İmam Rıza aleyhissalam buyurur ki, eyibləri örtməkdə Allaha oxşuyun. Allah səttarül uyubdur, eyibləri gizlədəndir. Siz də eyibləri gizlətməyə öyrəşin. Başqa bir hədisdə İmam Rıza aleyhissalam buyurur ki, kim bir nəfərin eybini bilsə, saxlasa ki, bir gün lazım olsa üzünə vuraram, açaram, biabır eləyərəm. İmam Rıza buyurur ki, mən İmam Rıza özümə vacib buyurmuşam ki, özümə vacib bilirəm ki, hər gün o adama lənət oxuyum. O İmam Rıza ki, rəhmət imamıdır, mehriban imamdır. Deyir, eybi gizlədib saxlayan kiminsə eybini və vaxt gözləyir ki, lazım olanda onu açaram, o adama mən lənət oxuyuram. Bunu gizlətmək lazımdır. Bəzi xəbərlər var, insan öz sinəsində onu dəfn eləməlidir, heç vaxt açıb danışmamalıdır və biruzə verməməlidir. Sözüm budur ki, gizlətmək mütləq mənada pis deyil. Bəzi şeylər var, gizlədilməlidir, gizli qalmalıdır. Bəzi sirlər var, insan mənəviyyatı ilə bağlı, o sirlər gizli qalmalıdır. İmamlar deyib ki, bəzi mənəvi sirləri gizli saxlayın. Birinin bir dərdi var idi, gəldi İmam Cavad aleyhissalamdan əlac istədi, İmam ona dua öyrətdi. Dedi ki, amma buna heç kəsə gedib demə. Deyir, duanı oxudu, dərdinə əlac tapıldı. Zaman keçəndən sonra başladı ona buna deməyə. O zaman deyir,